2 qız böyük bərabərdir 12. X da böyükdür, bərabərdir 6-dan. Ona hansı qiymətdir? 6-dan böyük ədədlər. B variantı. Keçirik. Hansı doğrudur deyir. 2-yə baxırıq. Müsbət, mənfi. Mənfi çıxa bilərmi? Xeyr. Xeyr. Ola bilərmi? Xeyr. Xeyr. Hansı oldu? C variantı. 3-ə baxırıq. 81-dən 9 çıxır. 58-dən 9-a çıxanda bura verir 49 kökün altında. O da verdi 7. 18-in üstünə də kökün altında üstə gəl 7. Nə elədi? 25. Oradan da 5 çıxdı. Keçirik 4-ə. 40-ı nə kimi yazıram? 2 kök altında o yazdım mı? Vur olsun. 250 nəyin asilidir? 25-dən 10 asilidir. 25-dən qarşıyına çıxır 5. 5 kök altında 10 vurulsun. Kök altında 8-in kvadratı nə deməkdir? Yəni kök altında 8-i 2 dəfə bir-birinə vurur. Adi 8 verir. 8 vurulsun 6 olur. Çünki -6-nın kvadratı kökün altında eləyir 36, müsbət 36. Müsbət 36-dan da 6 çıxır. Uşaqlar 2 ilə 5-i vururuq. 10, 2 dənə kök altı 10-u bir-birinə vuranda adi 10 eləyir. Əmsallar 2 ilə 5 hasili 10, kök altı 10'lar da bir-birinə vurulanda 10 eləyir. O da 100. 100-dən də çıxıram 48'e 52. 5'ə baxırıq əziz uşaqlar. 3'ü 12'yə vururuq 6 edir. 15'dən 6 çıxırıq 9 eləyir. Kökün altında 9'dur. Oradan da 3 çıxır. Qarşıdakı 3'ə vurulacaq. Olacaq 9. 16 vurulsun nə? 9. 54, 144. O da nə verdi? 12. C variantı. 2'ni 32'ye vurdu. 64. Ne çıxdı? 8. Sekiz. 33'ten 8 çıxanda ne verdi? 25. 25'ten de kökün altında da əziz uşaqlar. Oradan da ne çıxdı? 5. 5'i de mən bu qarşıdakı 5'ə vuracağım. 24 üstə gəl 5'i bu 5'ə vurulanda. Çünkü kökün altından 25 çıxdı. 25 idi 5 çıxdı. 5'i de bu qarşıdakı 5'ə vurulanda 25. Ne elədi? 49. Kökün altında 49. O da adi 7 verdi. 7'yə baxırıq. 2'də 1'in kvadratı nə verdi? 4'də 1. 4'də 1. Kök altında 32'nin kvadratı nə verdi? 32. Adi 32. 32'ni də 4'ə bölən nə verdi? 8. Keçirik. 0'dan %25. Baxın, %25 də uşaqlar. Nə çıxır kökün altından? 10'da 5. 10'da 5 üstə gəl. 100'də 81'də nə çıxır? 10'da 9. Çıxılsın. 100'də 9'dur uşaqlar. 10'da 3 çıxır. 9 ilə 5'i topladıq. 14. 14'dən də 3 çıxdıq. 11. 11'i də ona böləndə nə elədi? 1,1. 9'a baxırıq. 0'dan %81'dir. Nə çıxır uşaqlar? %81'dir. Yəni 10'da 9 çıxır. Üstə gəlirik. 10'da 7. Çıxırıq. 256 nəyin kvadratıdır? 16'nın. Ola 2 tam %56'dır deyə 10'da 16. Çıxılsın 10'da 12. 10'da 9 ile 10'da 7'ni toplayanda 10'da 16. Bölünsün.
16'dan 12 çıxanda 4. Bölünsün 10-da 4-ə. 10'da 16 bilirik ki, bölmə vurmaya çevrilməlidir. 10 yuxarı, 4 aşağı. Onlar gedir 16'ın 4'ə böləndə 4. Y variantı. İkini 6'ya vururuq əziz uşaqlar. 12 eləyir. Kökün altında 12. Kökün altında 12'ni kökün altında 12'yə vuranda adi 12 alınır. Keçirik indi buna. 2'ni 4'ə vururuq 8. 8'i 6'ya. Bax 2 dənə 8 var da. Nə verir? Adi 8 verirmi? Kök altında 8 vurursun kök altında 8. Adi 8 verir uşaqlar. Bəli. 6'nı 12'ye vururuq. Nə verir? Kökün altında 72 verir. 72 nəyin asilidir uşaqlar? 9'dan 8'in. Sonra nəyin asilidir? 36 ilə 2'nin. 36 ilə 2'nin. Bax, belə göstərirəm. 36 vurursun 2. 36'dan 6 çıxacaq qarşıya. Olacaq. 8 vurursun 6. Kökün altında 2. Ne verdi? 48 kökün altında 2. Y variantı. 12'ye baxırıq uşaqlar. Səkizi 18'ə vururuq. Baxaq. Belə açaq. 8'i 4 ilə 2 asilidir. 2 kök altında 2'dir uşaqlar. Daha rahat ol. Böyük qiymətlərə gəlməsin deyə bilirəm. 18 nəyin asılıdır? 9'dan 2'nin. 3 kök altında 2. Üstə gəlsin. 8 nəyin asılıdır? 4'dən 2'nin. Kökdən 4. Kökün altında 4 var. Qarşıya 2 çıxır. Üstə gəlsin. Kök altında 2. Bərabər qoyuram. Vurub açıram. 2'ni vuram 3'ə. 6. 2'ni vuram 3'ə. 6. 2 tane kök altında 2. Kök altında 2'ye vuranda ne ile? Adi 2 verir. Bu 2 ilə 3 6. Bu da 2. Ne ilədir? 12. Üstə gəlinsin. Kök altında 2'ni kök altında 2 kök altında 2'ni 2 kök altında 2'ye vuranda 2'ni 2'ye vuram 4. Kök altında 2'lerde birbirine vuranda adi 2. O da 8. Üstə gəlinsin. 2 kök altındakini vuram kök altında 2'ye. Kök altında 2'ni kök altında 2'ye vuranda adi 2 verir. 2'ni də adi 2'ye vururam olur 4. Toplam nə elədi? 24. Keçirəm bura. 12 nəyin hasilidir? 3 ilə 4'ün. 4'dən nə çıxır? 2. 2 kök altında 3. Üstə gəl. 27 nəyin hasilidir? 3 ilə 9'un. 9'dan 3 çıxır qarşıya. Kök altında 3. Özünüz hesablayarsınız. Keçirək 150'ye. 150 nəyin hasilidir uşaqlar? Əvvəlcə ona baxaq. Altıya bölsək 150'ni. %25 alınır mı? Onda 5 kök altında 6. Çıxırsan. 24 nəyin asilidir? 4'dən 6. 4'dən də 2 çıxır. 2 kök altında 6 çıxırsan. 59 nəyin asilidir? 9'dan 6'nın. Belə ortadan vuraq. 9'dan nə çıxır? 3 kök altında 6. 5 kök altı 6'dan çıxıram 2 kök altında 6. 3 kök altında 6. 3 kök altında 3 kök altında 6 gedəndə nə alınır? 0. %180 nəyin asilidir? Belə götürək. Nəylə? 4 ilə 20 götürsək, 9 ilə 20
Bəli, belə götürək. 15-ə bölünər. 15-ə bölünürsə nə alınır? 5-ə bölək. 5-ə böləndə 185-ə bölünəndə 36 alınır. 6 kök altında 5. Uşaqlar, nə ilə təyin elədim? Baxın. Belə elədim. 9-la 5-in hasilidir axı. Demək, kök altında 5-dir. Ona görə kök altında 5-ə bölsəm nə verər? 36 verir. 36-dan da 6 çıxır. 85-ə böləndə nə verər? 16. 16, 4 kök altında 5 çıxılsın. Aha, 9 çıxmışdı da. 9-dan da nə çıxır? 3. 3 də qarşıya vurulur. 9 kök altında 5. 6 ilə 4-ü topladıq. 10 kök altında 5 çıxırıq. 9 kök altında 5'i. Ondan da 9, 1 kök altında 5. Keçirik 16'ya. Baxırıq. Kök altında 5'in kvadratı adi 5'dir. Müxtəsər kimi açıraq. Birincinin kvadratı üstə gəlirsin. 2'ni vururum hər birinə. 2'ni vururum kök altında 5'e və kök altında 2. Nə verir? 2 kök altında 10. Üstə gəl. Adi 2. Çıxılsın. 40 nə ilə nəyin asilidir? Götürək. Nə götürək? 20 ilə 2'ni götürsək. 4 ilə 10'u götürək. 4'dən 2 çıxır. 2 kök altında 10. Çıxılsın 2. Bunlar getdi. Nə qaldı? 5'in üstünə 2 gəlirik. 7. 7'dən 2, 5. Keçirəm 108'dən. Nə çıxır? 36 ilə 3'ün asilidir. 6 kök altında 3. 36'dan bildinizdə uşaqlar 6 çıxdı. 27 nəyin asilidir? 9'dan 3'ün. 9'dan 3 çıxır. 3 kök altında 3 çıxılsın. 48 16 ilə 3'ün asilidir. Oradan da 4 çıxır. 12 4 ilə 3'ün asilidir. 2 kök altında 3 çıxılsın adi 3. 6'dan 3 çıxırıq 3. 3'dən də 4 çıxırıq mənfi kök altında 3. 2'dən 1 çıxırıq. 1 kök altında 3. Kök altında 3'lər gedir mənfi 1. Keçirik. Kök altında yine müxtəsərlə açılır. 2 kök altında 2'nin kvadratı adi 2 verir. 2'ni vururam kök altında 2'ye və kök altında 3'e. 2 kök altında 6. Üstə gəlsin adi 3 çıxılsın. 24 nə ilə asilidir? 4 ilə 6'nın 2 kök altında 6 verir. Bölünsün 5. Kök altında 6'lar gedir. 2 kök altında 6'lar. 2 ilə 3'e toplayır 5. 5'i də 5'e 1. 18'e bax. 19'a baxırıq. 2 kök altında 2'ni kök altında 2'ye vuranda 4 eləyir. Çünki 2 kök altında 2'lərdə bir-birinə vuranda adi 2 verir. 2'ni də 2'ye vuranda 4. Üstə gəlinsin. Baxın uşaqlar. Kök altında 6 nədir? Kök altında 2 ilə kök altında 3'ün hasilidir. 2 kök altında 2'ni kök altında 2'ye vuranda adi 2 verir. 2'ni də 2'ye vuram 4. 4 kök altında 3. Məxrəcdə kök altında 3 topla 1 var. Hər birində nə var? Vuruq kimi qarşıya çıxardıraq. 4 var. 4 mörtəzənin içində 1 kök altında üstə gəlinsin kök altında 3. Kök altında 3 üstə gəl 1. Bunlar gedir, qalır 4. Keçirik bunu. Uşaqlar, mən belə yazıram. Baxın. 64. Bu 2'dir. Fırlanır, bu üzə gəlir. Yəni bu belə. Üstə gəlsin. Biz bunu yazmırıq da. Özüm yazdım ki, görəsiniz nədən gəldi.
3, bu da 64. Çıxılsın 64, buradan da 6. Baxırıq uşaqlar. 64-dən kvadrat kökdən nə çıxır? 8. Üstə gəlinsin. 3 dəfə hansı ədədir? 3 dəfə vuranda 64 eləyir. 4-ü bir-birinə vuranda. Yəni 64 2-nin nə idi? Üstü 6 deməkdir. Çıxılsın 2. 12, o daha cavab 10. Başqa cür bu cür yazmaq olar. 2 cür yazmaq olar. Hansı rahatı sizin üçün oldu? 64 baxırıq. Nəyin kvadratıdır? Bu 2 ixtisar geçsin deyə yazıram. 8-in kvadratı vurulsun 2-də 1. Üstə gəliniz. 64 nəyin kubudur? Məxrəc 3-ü ixtisar etməyimiz üçün deyirəm. 4-ün kubudur. 4-ün kubudur. Vurulsun 3-də 1-ə. Çıxılsın. 64 nəyin 6 dəfə vuranda 64 eləyir? 2-nin. Vurulsun 6-da 1. 6-lar gedir, 3-lər gedir, 2-lər gedir. Bax belə. 8 üstə gəl 4, çıxılsın 2. Onda nə verdi? 10. Keçirik indi burada. Bizdə 3 ixtisar geçsin deyə 2-nin kubu kimi yazıram, vurulsun 3-də 2. 64-də baxırıq 16-da 4 ixtisar geçsin deyə uşaqlar 2-nin üstü 4 yazıram, vurulsun 4-də 3. İki üstü 0 1 deməkdir. Yazmıram onu. 3 ixtisar geçsin deyə baxın bu 3. Ona görə 2-nin üstü kubu göstərirəm. 3-də 2. Baxın 3-lər ixtisar getdi, 4-lər ixtisar getdi, 3-lər getdi. Nə qaldı? 2-nin üstü 2. Vurulsun 2-nin üstü 3, çıxılsın 2-nin üstü 2. 2-nin üstü 2, 4, 2-nin üstü 3, 8, çıxılsın 4. 32-dən də 4 çıxırıq. Cavab niyə yoxdur? Tərslik var uşaqlar. Buna baxarız uşaqlar. Yəqin ki, nəsə səhvlik var. Hesablama yolunu göstərdim. 64, 22-yə baxırıq, 16. 16 nədir? 2-nin üstü 4-dür. 4-də 1. Çıxılsın. 27 nəyin kubudur? 3-ün kubudur, vurulsun 3-də 1. Üstə gəl 1. Belə eləyək. Görürük ki, 2-nin üstü 2 göstərmək olur yalnız. O da 4-də 1. Vurulsun 4-də 1. 4-lər gedir, 3-lər gedir. Nə qaldı? 2. Çıxılsın 3. 3-ün üstü 1 idi axı. Üstə gəlsin 1. Məxrəcdə. Nə qaldı? 4-dən 2 getdi 2. Nə deməkdir bu uşaqlar? Kök altında 2 deməkdir. Çünki 2 bu üzə gəlir, kökün altına düşür. Baxırıq, 2-dən 3 çıxanda mənfi 1, mənfi 1-in üstündə 1 gələndə 0, 0-ı da hansısa bir ədədə böləndə 0. Keçirik 64-ə baxırıq. 64 nəyin üstü 3 yaza bilərik? 4-ün üstü 3 vurulsun 3-ün üstü 2. Üstə gəlsin 3. 27 nəyin kubudur? Mənfi 3-ün kubudur. Baxın uşaqlar, 3-dən 3 gedir, 4-ün kvadratı üstə gəlinsin. 3-lər gedir, nə qaldı? Mənfi 3. 16 çıxılsın 3. Nə verdi? 13. Y variantı.
Keçirik 24'ə. 4 nəyin kvadratıdır? 2'nin kvadratı vurulsun 2'də 1. Üstə gəlinsin. 3 mənfi 2'nin kubu kimi yazıram. Üstə gəlsin 2'də 1. 2'lər gedir 2. Üstə gəlsin 3'lər gedir çıxılsın 2. Üstə gəlsin 2'də 1. Bildiniz uşaqlar? Mənfi 2 daxil müsbətlə mənfi vurulanda mənfi olur. 0'a getdi 2'də 1. Bu da 0,5. Y variantı. Keçirik bura. Uşaqlar, hansı ədədin üstü kubu, üstü kub nə verir? Kublar geçsin deyə mən mənfi 27'nin mənfi 3'ün üstü 3 verərəm. Bax, 3'lər getdi. Nə alındı? Mənfi. Mənfi 3. 1 çıxılsın mənfi 3. Nə oldu? 4 oldu mu? 8 vurulsun. Kökün altında 4. 4 buradan ne çıxır? 2 çıxır. O da 16 verdi. 16 nəyi yaza bilərəm? 2'nin üstü 4 yaza bilərəmmi? 4'lər gedər. Adi 2 alın. Baxırıq. Hansı doğru deyil deyir. Mən 8'i necə göstərirəm? Mənfi 2'nin kubunu göstərirəm. Kublar gedəcək mənfi 2. Bu yəni doğrudur. Baxırıq. Mənfi 3'ün üstü 4. Mənfi çıxa bilərmi? Bu doğru deyil. Cüt dərəcə daxı. Uşaqlar, mənfi 3 üstü 4 nə deməkdir? 3 üstü 4 deməkdir. 4'lər gedər, müsbət 3 çıxar. Ancaq kök altından mənfi çıxa bilməz axı. Cüt dərəcədən. Ona görə C variantı doğru olmuyor. Tək qüvvətdən çıxa bilər. Gedəndə mənfi 2 alınır. Keçirik. Buna baxaraq uşaqlar. 40'ı nə yazıram? 3'ü hansı ədədi 3 dəfə vuranda 8 də ola bilərmi? 3 dəfə vuranda 2'nin kubu belə göstərirəm. 2'nin kubu 8 eləyir, o da 5'ə vurulanda. Üstə gəlinsin. O 135'i 5'ə bölürəm. Çünki gördünüz 5 özü qalacaq. 27. Demək 3'ün kubudur 27. Vurulsun 5. Baxırıq, kökün altından nə çıxa bilər? 2 çıxacaq. Çünki bax, 3'lər gedəcək, adi 2 qarşıya çıxacaq. Ancaq burada necə qalır? Kökün altında 5 qalır. Üstə gəlinsin. Bu 3'lər də gedəcək. 3 çıxacaq qarşıya. Kökün altında 5. 2 ilə 3'ü toplayanda nə verdi? Adi 5. B variantı. Uşaqlar, 2'lər getdi, adi 3 verdi. Vurulsun 2'lər gedir, müsbət 1 verir. Dedik axı, cüt dərəcə müsbət ola bilər. 2'nin üstü 5'dir uşaqlar. Mənfi 2'nin üstü 5'dir. 5'lər gedər, mənfi 2 aldıq. Mənfi 2 qarşıda da mənfi var, olur müsbət 2. 3'ü vuram 1'ə. 3 üstünə 2, 5. Keçirəm bura. Bunu həqiqi üstünlük qüvvət kimi göstəririk. Buna baxırıq uşaqlar. Bunun üstü 1'dir. Bax, A'nın üstü 1'dir. A'nın üstü nə yaza bilərəm? 3'də 1. Vurulsun. İndi uşaqlar, bu kök var ha. Bax, burada 2. Göstərilmir də. 3'ü 2'yə vururam. 6. Bunun üstündə nədir? 1. 6'da 1. Vurulsun. Bu da 2 daxı. Kökün üstündə. Bax, kök.
3'ü vuram 2 6. 6'nı da 2'ye 12. A nə oldu? 12'də 1. Qüvvətlər nə olur? Toplanır. A'nın üstü 3'də 1, üstə gəlinsin 6'da 1, üstə gəlinsin 12'də 1. Hər biri 12'yə gəlir. 4'ə vuram, 4'ə vuram. 2'yə vuram, 2'yə. 4 nə oldu? A'nın üstü 12'də qüvvətlər baxırıq. Məxrəc eynidir. 12 oldu. Onu bir dənə 12 yazırıq. 4'ün üstünə bax 4 vur 1, 4 üstə gəlir 2, 6, 6 üstə 1, 7. Nə alındı? 12'də 7. Keçirik uşaqlar növbəti misala. A'nın üstü nə verir? 4'də 3 verir. Vurursun. B'nin üstü 4'də 1. A'nın üstü 4'də 1. B'nin üstü 4'də 3. A'lar 1 toplanır. Qüvvətləri, B'lərin də qüvvəti 1 toplanır. Nə verir? 4'də 3 ilə 4'də 1'i toplayanda adi 4'də 4 verir. O da 1. A'nın üstü 1. B'nin üstü 4'də 1 ilə 4'də 3 toplananda 4'də 4 verir. O da B'nin üstü 1. A vurulsun B. Keçirik 31'ə. A'nın üstü 3'də 2 alınır. Vurulsun. Çünki 12'də hər birinə 12 vuracaq. B'nin üstü nədir uşaqlar? 4'də 5'dir. Vurulsun 12'yə. 12 nə 3 gedir? 4. 4 2'yə 8. A'nın üstü nə oldu? 8. B'yə baxırıq. A'nın 12 nə 4 gedir? 3. 3'də 5'ə 15. A'nın üstü 8. C. B variantı. C variantı. B'nin üstü 15. Keçirik bunu. A'nın üstü nədir uşaqlar? 3'də 4'dür. Vurursun 3'də 2. Vurursun A'nın üstü nədir? 3'də 2'dir. B'nin üstü 3'də 4'dür. A'nın üstü nədir? 5'də 3'dür. Vurursun B'nin üstü 5'də 2. Vurursun A'nın üstü nədir? 5'də 2. B'nin üstü nədir? 5'də 3. A'nın qüvvətləri 1 toplanır. A'nın üstü 3'də 4'dən A'nın üstü 3'də 2 toplananda A'nın üstü 3'də 6 eləyir. O da 3'də 6. 6'nı 3'ə böləndə nə verdi? 2. Vurursun. B'nin üstü 3'də 2 ilə 3'də 4 toplananda nə verir? 3'də 6. O da nə verir? B'nin üstü 2. Məxrəcdə 5'də 3 ilə 5'də 2'ni toplayanda 5'də 5 verir. O da 5. 5'i 5'e böləndə 1. A'nın üstü 1. B'nin üstü 5'də 2 ilə 5'də 3'ü toplayanda 5'də 5 verir. O da B'nin üstü 1. A'dan 2 dənədir, 1'i gedir. A qalır. B'dən 2 dənədir, 1'i gedir. B qalır. A vurulsun B. Keçirik irrasionalla. Baxırıq. İrrasional odur ki, qoşmasına vururuq. Qoşması kök. Baxın uşaqlar. Kök altında 3'ü, kök altında 3'e vururuq. Buranda kök altında 3'e vururuq. 10 kök altında 3, adi 3 alınır. Bunlar ixtisar gedir. 4 kök altında 3. Yine bunun qoşmasına vururuq. 3'dür. Kök altında 2 çıxılsın 1. Bunun qoşması nədir? Kök altında 2. Topla 1. Baxırıq. 3'ü vuram. Kök altında 2'yə. Üstə gəlinsin. 3'ü vuram 1'ə. 3. İndi bunu qoşmasına vuranda kök altında 2'ni kök altında 2'yə vuranda adi 2.
Biri de 1'e vuranda adi çıxılsın dedim. Nə verdi? Adi 1 verdi. Nə qaldı? 3 kök altında 2 topla 3. Hansı variant oldu? B variantı. Keçirik bunun qoşmasına vurmağa. Baxın uşaqlar, 5'i 5'e vuranda adi 5 eləyir. Kök altında üçündə, kök altında üçə vuranda adi 2 verir. 3 verir. Yəni bunların toplam çıxılması 2 yazmalıydım, onu yaz. Baxırıq uşaqlar. Baxaq, bunu vurub açırıq. 10 verirmi? 5 kök altında 5'i, kök altında 5'e vuranda adi 5 verir. 2'ye vuranda 10. 10 toplansın. Belə yazaq. 2 kök altında 15. Yazıram. 2'ləri qarşıya çıxardıram. Ay, 2'ni qarşıya çıxardıram. Tələsirəm. Kök altında 15. Məxrəc 2 verdi axı. Bu 2'ni 2 gedəcək. 5 üstə gəl kök altında 15. Keçirib bunu da eynidir. Bunu da eyni şəkildə eləyirsiniz. Yerim yoxdur deyə. Bunu da qoşmasına vururam. Baxırıq, məxrəc nə olur? 1'i 1'ə vururam, adi 1 verir. 2'ni kök altında 2'ni kök altında 2'ye vuranda adi 2 verir. 1'dən də 2 çıxanda mənfi 1. Keçirəm yuxarına. 3'ü vururam 1'ə, adi 3. 3'ü vururam kök altında 2'yə, mənfi kök altında 2'yə. Onda mənfi 3 kök altında 2. Mənfi kök altında 2'ni 1'ə vuranda mənfi kök altında 2. Mənfi kök altında 2'ni mənfi kök altında 2'ye vuranda müsbət 4. Baxırıq. 3 ilə 4'ü toplayıram. 7. Mənfi 3 ilə mənfi 1'dir bura. Mənfi 4 kök altında 2. Bölürəm mənfi 1'ə. Uşaqlar işarəsini dəyişir. Aha. Aha, bir dənə bura baxın uşaqlar. Kök altında 2'ni kök altında 2'ye vuranda adi 2 verir. Başlayın. Müsbət kök altında 2. Müsbət adi 2. 3'ün üstünə 2 gələndə 5 verir. 5 çıxılsın. 4 kök altında 2 verdim. Baxırıq. Mənfiyə böləndə nə verir? Mənfi 5. Mənfi 4'ü də mənfi 1'ə böləndə 4 kök altında 2. İndi mənfi qarşıda qalmasın deyə 4'ü keçirdirəm bura. Çıxılsın 5. D variantı. Hələ silməyim qalsın. Baxırıq. Buna nə çıxır? Onda 36 deyil uşaqlar. 36'dan 6 çıxır qarşıya. Nə olur? Kök altında 10. Çünki ondan heç nə çıxmıyor. Baxın, məxrəcdə qalır özdə. 10'da 36 idi. Üstə gəlsin. Buna nə deyirik? 10'da 16 deyirik. 16'dan da 4 çıxır. 4 kök altında. Bölünsün 4'ü bölü kök altında 10'a. 16'dan nə çıxır uşaqlar? Kök altında 10. Bu da 4. Çıxılsın. Kök altında 10. Bu da 3. Nə verdi? Kök altında 10. Bu da 10. Bölünsün. Kök altında 10'u. Burada 1.
bunlar gedir, adi 10 alındı. Baxırıq. 49-dan nə çıxır? 10, kök altında 10, bu da 7. 9-dan nə çıxır? 3, kök altında 10. Belə hesablama olmur. Ona görə bunun qoşmasına vururuq. Yenə adi 10 elədi. 10, kök altında 10. Onlar gedir, kök altında 10 alındı. Yine uşaqlar bunu irrasionallıqdan azad eləməliyik ya da eyni məxrəcə gətiririk. Kök altında 3 çıxılsın, kök altında 2 vuruq. Bunun qoşmasına bura vururuq. Bununkini də bura vuracağım. Eyni məxrəcə gətirdik. Bunu çarpaz bura vururam. Kök altında 3 üstə gəl, kök altında 2 çıxılsın. Bunu da bura vururam. Kök altında 3 mənfi var qarşıda. Bunun mörtəzənin içində müsbət eləyəcək. Burama yazıram. 3'lər gedir. Adi 3'ü 3'ə vuranda, kök altı 3'lər bir-birinə vuranda adi 3 eləyir. Kök altı 2'lər də vuranda adi 2 verir. Yuxarıda nə qaldı? Uşaqlar 2 dənə kök altında 2 qaldı. Bu 1 elədi. 2 kök altında 2. Yine bunun qoşmasına vururuq ya da eyni məxrəcə gətiririk. Bunu bura vururuq. Bunu da bura vururam. Mənfi var deyə toplama 2 olacaq. 3'ü 3'ə vuranda adi 3 eləyir. 2'ni də 2'yə vuranda 4 verir. Bunlar ixtisar gedir. Yuxarıda nə verdi? 2 üstə 2 4. 4'ü də mənfi 1'ə böləndə mənfi 4 alınır. A variantı. Eyni şəkildə bunları da yazmaq lazımdır. 41'ə baxam. Biraz 3 dənəlidir. Ona görə eləyim. Bunu da yenə bura vuracağım. Bunların hər birinə vuram. 3. 3'ü 1'ə vuranda 3. Üstə gəl. 3 kök altında 3. Çıxılsın. 3'ü 1'ə vuranda 3. 3'ü mənfi 3 daxil. Bax, qarşıda mənfi var. Mənfi 3'ü də mənfi kök altında 3 olanda üstə gəl. 3 kök altında 3. Üstə gəlinsin. 3. Burada da kök altında 3. Hələ ki bunları hesablayaq. Ondan sonra keçərik o 3-cü kəsirlə hesablanmasına. 3'lər gedər. Nə alınır? 6 kök altında 3. Biri 1'ə vuranda adi 1 eləyir. 3'ü kök altında 3'ü kök altında 3'ə vuranda adi 3 eləyir. 1'dən də 3 çıxanda mənfi 2. Üstə gələcək. Belə. Bunu bura vururuq. Adi 3 eləyir. 6'dan 3'ə 18. Üstə gəlinsin. Ancaq baxaq, mənfi 2'ni də bu üzə vuranda çarpaz eyni məxrəcə gətirəndə nə eləyir? Çıxaq 6 olur. Çünki mənfi 2 müsbət 3'ə vuranda nə eləyir? Çıxaq 6. Mənfi 2 kök altında 3 alındı. Bir dəqiqə.
mənfini qarşıya atmayaq. Baxırıq. 18-dən 6 çıxanda 12. 12-ni də bölürəm. Mənfini qoyaq qırağa. İstəyirəm qabağa da atmaq olar. 12-ni bölürəm. Mənfi 2 kök altında 3-ə. Bunun qoşmasına vuranda 12 vurulsun. Mənfi qarşıya yazacağım. 2 kök altında 3 vurulsun. 2 kök altında 3 vurulsun. 2 kök altında 3. Bunlar nə verdi? 12, 24 yazıram. Kök altında 3. 2'ni 2'ye vuranda 4, 4'ü 3'e 12. 12, bu 2 ilə qalır. 2 kök altında 3. Hansı alanda 2 kök altında 3. Neyse təsdiq etdi uşaqlar. Aha, mənfi var idi qarşıda. Mənfi 2 kök altında 3. Alındı A variantı. Bunu da özünüz eləyərsiniz. Eyni tipdədir. Uşaqlar, müqayisə üçün biz onu kök altına gətirdik. 2'ni kök altına salanda nə eləyir? 4, 4 3'e 12. A'mız 12'dir. Baxırıq. 3'ü kökün altına salanda 9, 2'ye vuranda 18. Bu da 15'dir. Hansı böyük olur? B böyükdür. Sonra C'dən, C də böyükdür A'dan. Bu şəkildə ofisində eləyirsiniz. Sonra keçirəm 45'ə. Bunu da uşaqlar, bax bunun burasında 2'dir də yazılmır. 2'nin, 3'ün, 4'ün nəyi var? Əkobu. 12'dir mi? Demək mən 6'ya gətirəcəm. 2'nin üstü 2'də 1 deyil. Vuram 6'ya. 3'ün üstü 3'də 1 deyil. Vuram 6'ya. 4'ün üstü dediyim axı 12'yə gətirirəm. 6'ya gətirirəm. 12'yə gətirirəm. Problema cavabı yazım. 12'yə gətirirəm. Dedik ki 2'nin, 3'ün, 4'ün əkobu nədir? 12'dir. 4'ün üstü 4'də 1 vurulsun nəyə? 12'yə. 12 2 ilə gedir 6. Demək nə oldu? 2'nin üstü 6. Keçirəm. 3'ün üstü nə oldu? 4 oldu. 3'ün üstü nədir? 4. 4 ilə də 12 gedir 3. 4'ün üstü 3. Bura nə verdi? 64. 3'ü 4 dəfə vuranda 81. 4'ü də 3 dəfə vuranda nə elədi? 64. Hansı bərabər oldu? A ilə C bir-birinə bərabərdir. B isə bunlardan böyükdür. İstəyirsiniz birini deyin, baxın. Baxaq, 3'ün, 4'ün, 6'nın əkobu nədir? 12'dir. 2'nin üstü 3'də 1'i vururam 12'yə. 3'ün üstü 4'də 1'i vururam 12'yə. 4'ün üstü 6'da 1'i vururam 12'yə. Bunlar gedir 4 qalır. 2'nin üstü 4. Bununla bu gedir 3. 3'ün üstü 3. 6 ilə 12 gedir 2. 4'ün üstü 2. Bura nə elədi? 16, 27, bu da 16. Hansı olur? A ilə C bərabərdir, B isə böyükdür. B variantı. Sonra keçirik 49'a. Onların hamısı eynidir. Tam hissəsini tapın uşaqlar. Onu neyinirik? Kökün altına salırıq. 7'ni kökün altına salanda 49 vurulsun 3 deməkdir. 49'u 3'e vuranda 27, 2 yad 12, 2 yad 14. 147'dən təqribən nə çıxır? 12 çıxır. A variantı. Keçirəm 50'yə. 50 də çox asandır. 50 nəyin hasildir? 2 ilə 25'in 5 kök altında 2 yazıram.
32 nəyin asilidir? 16-nın 2, 4 kök altında 2 yazıram. 5 ilə 4-ü toplayanda 9 kök altında 2. Bizim bunun tam hissəsini tapmaq üçün kökün altına salıram. 81 vurulsun 2 deməkdir. 162-dən nə çıxır? 162-dən 13, 169 eləyir, 12 çıxır. Kökün altına salıram. B'nin kvadratı alınır. B'nin kvadratı içəri vurulanda nə olur? B'nin kubu. Yenə baxırım. Mənfi B'nin kvadratı içəri salanda nə olur? Mənfi qalır qıraqda. Kənarda qalır. Mənfi B'ni içəri salıram. B'nin kvadratı olur. Vurulur bu tək B'yə. B'nin kubu alınır mı? B'nin kubu qarşıda da mənfi yaranır. Yenə də baxırıq. B'ni içəri salıram. Nə verir? B'nin kvadratı vurulur. B'yə mənfi B'nin kubu qarşıda da mənfi olur. Yenə də bu eyni şeydir. Baxırıq 56-ya baxırıq uşaqlar. Kökün altında baxırıq. İçəri salırıq. 9x'in kvadratı. 9-dan 3 gedəcək. Baxın belə. Qarşıda mənfi olacaq. 9x'in kvadratı vurulsun. 3'lər gedir. Mənfi 3x'in kubu. Bir variantı. Uşaqlar, A nədir? Sıfırdan kiçikdir. Yəni mənfi olacaq. Oldu mu uşaqlar? Kökün içindən salınır. Çıxarılır. İndi baxırıq. Bura baxırıq uşaqlar. Nə deməkdir? 2-yə gedəcək. Eləmi? Bir də baxırıq ki, kökün altı mənfi ola bilməz. Hər birinin kvadratı yüksəldirəm. Nə eləyir? 5, bu da 4. Görürsünüz, mənfi alınmır. Ona görə adi şəkildə yazıram. Ancaq buna baxın. 5, bu da 9 daxı. Kvadrata yüksəlsəm, bunu kvadrata yüksəlsəm 5 eləyir. Buna isə 9 eləyir. Ona görə mənfi alınır. Ona görə yerin dəyişir. 3 çıxılsın kök altında 5 olur. 5'lər gedir. Nə alınır? Adi 1. D variantı. 59'a baxırıq. 3'lər ixtisar gedir. Bizdə bura mənfi olması heç maraqlandırmır. Özü ilə yazıla bilər. Ancaq buna baxırıq. Kvadratdır. Görürük ki, 5'dən 9 çıxır. Ona görə mənfi alınır deyə yerini dəyişirik. Oldu mu? Nə verir? 2 ilə 3'ü toplayırıq. Adi 5. Mənfi 1 ilə mənfi 1'i toplayanda mənfi 2 kök altında 5. Sonra keçirik buna. Uşaqlar, kök altında 12'ye gətirməliyəm. Mən onda buranı 3'ə vuracam, buranı da 3'ə vuracam. Buranı 4'ə vuracam, buranı da 4'ə. Çünki kök altı eyni olmalıdır. Doqquzdan 3 çıxacaq. 16'dan 4. 25'dən 5. 7, 12. Nə elədi? 12 bölünsün kök altında 12. Bunu da qoşmasına vurum. Adi 12 eləyəcək. Bu 12 ilə gedəcək. Olacaq kök altında 12. 12'dən də nə çıxır uşaqlar? 2 kök altında 3 çıxır. 4-dən 3'ün hasilidir. 4'dən də 2 çıxır. B variantı. Keçirəm 61'ə. Bir vurub açacağım. Bunu buna vuracağım.
45 ilə 9 gedir 5. 25. 5'i 5'e vurum 25. 5 çıxır. Buradan da 7 çıxır. Üstə gəlirsin. 49 ilə gedən var mı? Yoxdur. 45 ilə 5 getdi. 9 alınır. 9 9'a 81. Oradan da 9 çıxır. Aşağıdan da 7 çıxır. 7'də 5 ilə 7'də 9'u toplayanda nə verdi? 7'də 14. O da verdi 2. 62'ye baxırıq. Uşaqlar, baxırıq. Neyinirik? Baxın, belə eləyirik. Müxtəsərdə var ha, bu 2 müxtəsərin cavabını verir. Nəyin kvadratı? Çünki bu 2'lər ixtisar geçsin deyə kvadrata gətir. Nəyin kvadratı? 8 üstəyə 2 kök altında 7 eləyir. Nəyin? Mən belə yazsam, baxın. Həqiqətən kök altında 7'nin kvadratı 7 verir. 1'in də kvadratı 1 verir. Toplayanda 8 verdi mi? 2'ni də vururam müxtəsər kimi. 2'ni vururam kök altında 7'ye və 1'ə. 2 kök altında 7 verdi mi? Keçirəm. Baxıram. Burada nəyə yazıram? Kök altında 7 çıxılsın 1 kimi yazıram mı? 2'lər var. 2'lər ixtisar gedəcək, belə alınacaq. 2'lər getdi. Nə alındı? Kök altında 7 topla 1 çıxılsın. 2'lər gedəcək. Mənfi kök altında 7 mənfi var. Qarşıda mənfi. İçəridəkini nə eləyir? Toplama eləyir. İxtisar gedir. Nə alındı? 2. C variantı. Bir baxacam bunlara. 4 kök altında 6. Nəyin asilidir? 2 vurasın 2 kök altında 6'dır mı? Ne için yazdım? Bu 2 müxtəsəri ikisidir. Ona göre onu ayırdım. Nəyin kvadratı 14 verer. Nəyin? Ne götürək? 1'ni 2 kök altında 2 götürək. 1'ni kök altında 3 götürək. Sonra başqa cür. Baxaq. 2 kök altında 3 və kök altında 2 götürsək bu alınır mı? Bəli, alınır. Görək kvadrata yüksəldək. Bəli, alınır. Bax, kvadrata yüksəldəndə toplayan 14 eləyir mi? 4, o da 12. Bunun da kvadratı 2. Görük, 14 alındı. Baxaq. Demək, 2 kök altında 3, üstə gəl kök altında 2'dir. Kvadrata yüksəldəndə həqiqətən 12, 12'nin üstündə 2 gəldi, 14 verdi mi? Ancaq çıxmadı. Çıxmadı, ona diqqət eləyin. 2'lər gedəcək. Baxırıq, çıxılsın. Nəyin asilidir 6? Kök altı 6, kök altı 2 ilə 3'ün. Cəmi kvadratı baxaq. 3 verir, 2 verir. Toplamı 5 verdi mi? 2'ni vururam kök altında 3'ə, kök altında 2'yə çıxaq. 2 kök altında 6 verir mi? Bəli. Nə edirik? Bundan bunu çıxırıq. 2 kök altında 3 çıxılsın. Kök altında 2 çıxılsın. Kök altında 3 mənfi var deyə qarşıda olur. Topla kök altında 2. İxtisar getdi. Nə elədi? Adi kök altında 3. Nəyi səhv etdim? Gözdən qaçan nədir? Kök var. A variantındaymış. Baxırıq. 48 nəyin hasilidir? 4 ilə
12'ni götürək. 4 ilə 12. 2 kök ardından 12. Bildinizdə bu müxtəsərini mən atacam getsin. Nəyin cəmi 7 verər. Nə verər? 48 daha nəyin hasilidir baxırıq. Başqa 16 nə 3'ü götürürəm. Olur 7 üstə gəl 4 kök altında 3. Bunu da götürəcəm. 4 ilə 3'dür. 4'dən də qarşıya nə çıxır? 2 kök altında 3. Olur 19 çıxılsın 8 kök altında 3. İndi baxırıq 4 qarşıdakı 2 vurulsun 2 kök altında 3 kimi yazıram. Baxın bu 2 müxtəsərində yenə deyirəm. Belə yazsam baxın gedəcək. Kvadratı 4, bu da 3. 7 verdi mi? Keçirək indi bu birisine. Yaxşı yazım. Bunu nə dedim? 4 ilə 3'ün hasili 2 qarşıya çıxır 8 olur. 2 elə bir 4 kök altında 3'dür. Onda nə olur? 4 ilə kök altında 3'ün kvadratıdır. Çünki 16, 16'nın üstüne 3 gələndə nə elədi? 19 olacaq. Gedəcək. Olacaq. Kök altında 3 üstə gəlir ki, üstə gəlmirsə 4 çıxılsın kök altında 3. Bunlar ixtisar gedir. Nə verir? 6. Uşaqlar, baxırıq. X sıfırdan kiçikdir. Sıfırdan kiçik olanda, yəni mənfi ədədlərdir. Buradan mənfi çıxa bilər. Ancaq burada nə çıxır? Müsbət çıxır. O da mənfi 2x verir. İndi keçirik. Bax, 2 ilə 3 arasında nə yazıram? 2,5 yazıram. Yəni, nə deməkdir? Baxıram. Bu müxtəsərdə hansının düsturudur? X çıxılsın 2'nin kvadrat düsturudur mu? Bax, 2'lər gedəcək. Burada nədir? X çıxılsın 3'ün kvadrat düsturudur mu? Bəli. Bir dənə işarəni təyin etmək lazımdır. 2,5 nə deməkdir? Gətirib yenə baxırıq. 2,5'i qoysam, beynimizdə qoyuruq. Yazmayacağım ha. Nə elədi? Müsbət verir. Ona görə yerini dəyişmirik. X çıxılsın 2 yazırıq. Çıxılsın. Baxırıq uşaqlar. 2'dən 2,5'dən 3 çıxanda mənfi verir. Ona görə yerini dəyişirik. 3 çıxılsın x olur. Ancaq qarşıda mənfi var deyə ona görə 3 toplu x yazıram. Qələmim söndü. Aha. 3 topla x verir. Baxırıq. X'ları topladıq. Nə verdi? 2x. Bu da 5. 2x çıxılsın 5.
A sıfırdan böyükdür. A sıfırdan böyük nə deməkdir? Yəni müsbət ədəddir. B də sıfırdan kiçikdir. Yəni mənfi ədəddir. Ona görə A-nı birinci yazıram. A çıxılsın B olur. Bildiniz kvadratlar gedəcək. A-nın sıfırdan böyük deyil deyə ona görə böyük ədəd olmalıdır. Məsəl üçün 5 götürək. B-də sıfırdan kiçik mənfi 1. Görürsə mənfi 1 ilə mənfi 5 köçün altı mənfiyə gəlir deyə 5 birinci gəlməlidir. Üstə gəlinsin 2B. Görürsə kvadratı yüksəldiyini yenə müsbət qalmadı. 2B çıxır. Kublar da yerinə neysə olmalıdır. Onu dəyişməyə ehtiyac yoxdur. Kubdur. 2B çıxılsın A yazıram. Baxıram 2B, 4B, bu da 3B alınır. A'lar gedir, 3B alınır. Aha, sıfırdan kiçik ona görə qarşıya mənfi qoyulur. Bu da mənfi B. Neyse burada diqqətsizlik oldu deyəsən. Sonra baxırıq bura. Sıfırla 1 aralığına baxacağım. Bunu da müxtəsər kimi yazıram. Aha, ikilər gedir. Kök altında x topla 1 alınır. İkilər gedəcək. Aha, indi işarəni təyin eləmək lazımdır uşaqlar. 0 ilə 1 arasında. Görürük ki, bura mənfi verir. Məsələn, 0,1, 1-dən 0,1-dən 1 çıxanda bizə bura mənfi verir deyə 1 çıxılsın, kök altında x olacaq. X-lar gedəcək 2. Sonra baxırıq bura. Uşaqlar. İkini, bax, eyni məxrəcə gətirirəm. 2-yə vursam, 2-yə vursam. Kök altında 3, üstə gəlinsin. 2A, üstə gəlinsin. 45-dən nə çıxır? 9-dan 5-dir. 9-dan 3 çıxır qarşıya. 6, kök altında 5. Çünki 2-yə vurdum, ona görə. Bərabərdir. 20-ni neynirəm? 2 kök altında 5 kimi yazıram mı? Üstə gəlinsin. Kök altında 3, üstə gəl kök altında 5. Bunlar eynidir. Elə. İxtisar getdi də yəni. 2A üstə gəlinsin. 6 kök altında 5 bərabərdir. 2 kök altında 5 üstə gəl adi 5. Buranı topladım uşaqlar. Nə verir? 3 kök altında 5 verir mən. İndi mən bura nə yazmalıyam ki, qiymətimiz o alınsın. Yazıram 2A üstə gəlinsin. Bərabər yazdım. 3 kök altında 5 çıxılsın 6 kök altında 5. Eləmə. Nə alındı? Mənfi 3. 5'e. Mənfi 3. Kök altında 5 alındı mı? Bəli. 2 də bu izə gələn nə olur? Bölmə. Oldu. Mənfi 3 kök altında 5 bölünsün 2. Təslik etdi. Bir dəqiqə baxaq. Diqqətli olaq. Dokuzdan 3 çıxdı. Belə alındı.
2 oldu. 3'lər olsa zaten gedəcək. Bu tərəfə vurmamışam. Buranı buna da vurmalıyam. Məxrəc bu 2-ni bu tərəflərə də vuracağam. Olacaq 4 kök altında 5. Üstə gəlsin 2 kök altında 3. Üstə gəlin 2 kök altında 5. Bu zaman olmayacaq. Baxırıq. Bu gəl 2A bərabərdir. 4 kök altında 5. Üstə gəl 2 kök altında 3. Üstə gəlsin 2 kök altında 5. Çıxılsam sağa gəlir axı. Kök altında 3. Çıxılsın 6 kök altında 5. 4 kök altında 5, 6 kök altında 5 çıxanda mənfi 2 kök altında 5. Kök altında 2 kök altında 3, adi kök altında 3, müsbət kök altında 3. Sonra bunlar da gedir. Bu getdi. Nə oldu? 2A bərabərdir kök altında 3, A da bərabərdir kök altında 3-ü bölürəm 2-yə. Y variantı. Özünüz görəcəksiniz. Nə kimi yazıram buna? Baxırıq. Bir dənə sizin başa salım, özlərə indi. Buna nə deyirik? 12. Buna nə deyirik? 7. 10 yuxarı belirləyir. 10'da 2. 100 yuxarı qalxır. Bu da 7. Onlar gedir. Biri qaldı. 20. Bu da 7. 20'ni necə yazıram? Baxın, uşaqlar. Belə yazıram. 2'nin kvadratı. Bir de 5 yazıram mı? Burada da 7. 7. İndi baxıram. 2'nin kvadratı. Buna nə deyirəm? 2'nin üstü 2'də 1 deyirəm. 2'nin üstü 2'də 1'i gətirsəm, yerinə qoysam. 2'yə nə dedim? 2'nin üstü. A'ya nə dedim? Yox. 2'də 1 dedim. 2'nin üstü 2'də 1. Baxaq, bir dəqiqə deyəcəm. 2 çıxdı qarşıya. Kök altında 5, bu da 7. Aha. Baxın, bunu kvadrata yüksəltdim. Bunu da kvadrata yüksəltdim. 2 nəyə aiddir? 2'nin üstü 2 nədir? 2 nəyə bərabər oldu? A'nın kvadratına. Kök altında 5 nəyə bərabər oldu? B'yə. 7 nəyə bərabər oldu? Yine mən bunu kvadrata yüksəltdim. Kvadratlar gedəcək. C'nin kvadratı alınacaq. Bu da C'nin kvadratı. A'nın kvadratı vurulsun B'yə, bölünsün C'nin kvadratına. Kökün altında 7 idi. Onu C'nin özüdür. Birini başa salın. Biraz dolaydı. Bu yüzler gedəcək. 5, hər biri də 11'ə bölünəcək. Nə alınacaq? 5'də 6. 6'da 5. Hər birinin uşaqlar nə kimi yazım? Kök altında 5, kök altında 3, bir de kök altında 2. Buna A deyib, buna C deyirik, buna B deyirik, buna da A deyirik. C bölünsün, A vurulsun B. Y variantı. Uşaqlar, bunun sadə yolu 25 nəylə nəyin 20 nəylə nəyin hasilidir? 4 ilə 5'i. Böyük ədədi götürəcəm. O da sadə vuruqlar kimi də 20 nəylə nəyin hasilidir? 4'dən 5. Toplama olduğuna görə böyük ədədi götürəcəm.
Yenə də bu şəkildə. 42 nə ilə nəyin asilidir? Hansı vuruq, sadə vuruqlarını? 6 ilə 7-ni. Çıxma olduğuna görə kiçik ədədi götürəcəm. Yəni burada baxırıq. 6 nə ilə nəyin asilidir? 2 ilə 3-ün. Çıxma olduğuna 2-ni götürəcəm. Toplama 6 nə ilə nəyin hasilidir? 2 ilə 3-ündür. Orada da 3-ü götürəcəm. Çünki dedik axı, çıxma olanda kiçik ədədi götürürük, toplama olanda böyük ədədi. Bu da cəmi 5. Bu şəkildə edirik uşaqlar.